O repetitor da müəllimdir, həmin sinifin müəllimidir. Müsbət nəticəsi olar. Düşünmürəm ki, bu həm də kütləviləşə biləcək. Şagirdlərə fərqli sistemdə dərslər keçiriləcək. Beləcə, onlar repetitor yanına getmədən məktəbdəcə universitetə hazırlaşa biləcəklər. Uşaqlar üçün də rahat olar, valideynlər üçün də əlbəttə çox gözəl təşəbbüsdür. Biz oxuyan vaxtı yox idi ki, repetitor yanına getsinlər, hazırlaşsınlar. Onda deyirdilər ki, dərsdən sonra gedirdik, məşğələlər olurdu, məşğəliyə gedirdik. Mənə elə gəlir ki, yaxşı fikirdir. Uşağa əgər yaxşı dərs keçirsə, vaxtında dərsi keçirsə, yaxşı da olar. O repetitor da müəllimdir, həmin sinifin müəllimidir. Müsbət nəticəsi olar. Cari tədris ilində Bakının 239 nömrəli tam orta məktəbində yeni təmayül tədris modeli pilot layihə kimi tətbiq olunur. Məqsəd şagirdlərin məktəbdə aldığı təhsilin keyfiyyətini yüksəltmək, onların ali məktəblərə hazırlığını məktəb çərçivəsində təmin etmək və əlavə dərslərə olan ehtiyacı minimuma endirməkdir. Şagirdlərin əksəriyyəti məktəbin öz şagirdləridir, yüksək nəticə toplamış şagirdləridir, amma bununla yanaşı başqa məktəblərdən də, xüsusilə Səbail rayonu ərazisində olan məktəblərdən gələn şagirdlərimiz də var. Layihə çərçivəsində təmayül siniflərində təhsil alan şagirdlər ali məktəbə hazırlaşdıqları ixtisas qrupları üzrə siniflərdə komplektləşdiriliblər. Sertifikasiya imtahanından 51+ bal toplayan müəllimlər, eləcə də repetitor kimi fəaliyyəti olan, təcrübəsi olan müəllimləri həmin siniflərə cəlb eləmişik. İkinci qrupa hazırlaşıram. Biznesin idarə edilməsi, dərslərim əla gedir. Bəli, əvvəl getmişəm repetitor yanına, ancaq heç bir fərq yoxdur. Orada necə keçirilirsə, burada da elə keçirilir. Bu layihəyə yəni mən yaradıcı şəkildə gəldi. Həm asan, yəni hazırlığa getmədən burada rahat öyrənə bilirik. Məncə heç bir fərqi yoxdur, yəni ikisi də eyni səviyyədədir. Fərqi ondan ibarətdir, həm də burada dərslər çoxdur. Məsələn, həftə ərzində 9 saat riyaziyyat dərsi keçirilir. Yəni coğrafiya dərsi daha çox, dərslərin saatı daha çoxdur. Hər gün 2 saat ardıcı olaraq riyaziyyat dərsi keçirəm. Onların repetitor yanına getməyə ehtiyacları yoxdur. Necə ki, hazırlıqda, elə sinifdə dərs keçirirlər. Ekspert Məzahir Məmmədli də bu layihəni müsbət qiymətləndirir. Amma yeni üsulun repetitor yanına gedən şagirdlərin sayını azaltmayacağını deyir. Bunun üçün başqa addımlar atılmalıdır. Yəni, bunun üçün qəbul qaydalarında bir sadələşdirmə aparılmalıdır. Yəni, qəbul qaydalarında bir yenilik olsa, artıq valideynlərdə avtomatik bir instinkt yaranacaq ki, yəni, qəbul qaydaları sadələşib, mən artıq evladımı birinci sinifdən belə repetitor yanına göndərməyə bilərəm. Özünü nə qədər doğruldacaq bu zamana buraxaq. Amma mən düşünmürəm ki, bu həm də kütləviləşə biləcək. Ona görə kütləviləşə bilməyəcək ki, yəni buna mən deyərdim ki, repetitor müəllimlər özləri şərait yaratmayacaqlar. Qeyd edək ki, yeni təmayül tədris modeli təkcə Bakı ilə məhdudlaşmır. Hazırda ölkənin müxtəlif bölgələrində də tətbiq olunan bu layihənin gələcəkdə daha geniş miqyasda yayılması gözlənilir.